Salam, dəyərli müəllimlər, əziz abituriyentlər, şagirdlər, hər birinizi xoş gördük. Bizim yeni çıxan test bankımızdan bir sualın izahını istəmişdiniz və bugün mən onun izahını verəcəm sizə. Və izahını verməmişdən öncə sizə təşəkkürümüzü bildirmək istəyirik geri dönüşləriniz üçün, xoş sözləriniz üçün. Bu bizim üçün motivasiyadır, bəyənməyiniz mükafatımızdır və bizi hər dəfə olduğu kimi daha yeni işlərə sövq edir və əminəm ki, alıb istifadə edən hər bir şəxsə faydalı olacaq, uğur gətirəcək, buna inanırıq. Kim də əldə etməyibsə, mütləq şəkildə əldə eləsin və məlumat verim ki, bunun içərisində ümumi biologiyanın bütün bölmələrini əhatə edən test tapşırıqları var bölmə-bölmə. Eyni zamanda yeni 7-ci sinif və yeni 8-ci sinif dərsliklərinin də bütün proqramını əhatə edən test tapşırıqları burada öz əksini tapmışdır mövzular üzrə hər biri. Və faydalı olsun hər birimiz üçün. İndi isə gəlin sualımıza baxaq, sualı paylaşım. Biokimya bölməsində 30-cu sualın məndən izahını istəmişdir. Sual belədir. DNT molekulunda guanin və sitozin nukleotidlərindəki azot əsası və fosfat turşu qalıqlarının cəmi adenin və timin nukleotidlərindəki monosaxaridlərin cəmindən 200 vahid az olarsa və bu molekulda hidrogen rabitələrinin sayı 550-dirsə, iri ölçülü nukleotidlərin cəmini tapın. Biz DNT molekulunda guaninlərin sayının sitozinlərin sayına bərabər olduğunu bilirik. Ona görə də mən guanin və sitozinləri eyni ifadə ilə x-la işarə edəcəm. Adeninlərin sayı da timin nukleotidlərin sayına bərabərdir, amma bunların bütün nukleotidlərin bərabər olduğunu qeyd eləmir. Ona görə onları da başqa bir ifadə ilə y-ilə işarə eləyəcəm. Və bilirik ki, hər bir nukleotidin tərkibində bir azot əsası var, bir fosfat turşu qalığı var. Deməli, x və guanin və sitozinin də tərkibində, 2 dənə x-in tərkibində 2 belə hissəcik, yəni azot əsası və fosfat turşu qalığı var. Deməli, cəmi 4x qədər guanin və sitozinlərin tərkibində nə olacaq? Azot əsası və fosfat turşu qalıqları var. Adenin və timin nukleotidlərində isə monosaxaridlərin, yəni monosaxarid hər bir nukleotidin tərkibində bir ədəddir və bu nədir? Dezoksiriboza şəkəridir, monosaxarididir. Və onların da sayı deyir, deməli 2y qədər adenin və timinin varsa, deməli elə 2y qədər də burada dezoksiriboza şəkəri, yəni monosaxaridim olacaq və deyir onların sayından 200 vahid azdır. Bax bu 4x-in üzərinə 200-ü gəlsəm, mənə 2y verəcək. Çünki deyir ki, 2y-in sayından 200 vahid azdır. Bərabərləşdirmək üçün üzərinə o 200 vahidi gəldim. Və bir də mənə hidrogen rabitələrinin sayının 550 olduğunu deyir. Hidrogen rabitələrinin sayını necə tapırıq? 2 adenin üstəgəl 3 guanin düsturu ilə. 2 adeninin yerinə yazaram 2y, 3 guaninin yerinə yazaram 3x. Və bunların cəmini bərabər eləyərəm 550-yə. İndi buradan 2y-i mən əvəzləyə bilərəm. Çünki 2y nəyə bərabərdir? 4x üstəgəl 200-ə. Gəlin yazaq yerinə. 3x üstəgəl 4x üstəgəl 200, 2y-i əvəzlədim. Bərabərdir 550-yə. Bənliyi həll edirəm. 7x bərabərdir. 550 çıxılsın 200. O da eləyir 350. 7x 350-dirsə, x də bərabərdir 50-yə. Mən x-la nəyə işarə eləmişdim? Guanin və sitozinlər. Deməli, mənim 50 ədəd guaninim var, 50 ədəd də sitozinim var. Bəs adenin və timinlərin sayı nə qədərdir? Cəmi 550 ədəd hidrogen rabitəm varsa və bütün hidrogen rabitələrdən təkcə guanini çıxsam, 50-ni çıxsam, nukleotidlərin sayını taparam. Deməli, 500 dənə nukleotidim var. Və bunlardan da 100-ü guanin və sitozindirsə, deməli 400 adenin və timindir. Və hər biri də onlar adenin və timin bərabər olduğuna görə 400-ü 2 yerə bölsəm,
200 adenin var, 200 də timin var. Məndən iri ölçülü nukleotidlərin cəmini istəyir. Yəni purin əsasları adlandırdığımız 2 siklik halqaya malik olan nukleotidlərin sayını istəyir. Azot əsası 2 siklik halqaya malik olan nukleotidlər guanin və adeninlərdir. 50 ədəd guanin, 200 ədəd də adenin. Cəmi eləyir 250 ədəd. Deməli, burada doğru cavab A variantı, üzr istəyirəm, D variantı olacaq. Bəs siz bu məsələni hansı yolla həll edirsiniz? Əgər daha maraqlı və daha səmərəli bir üsulunuz varsa, mütləq ki, şərhlərdə qeyd eləyin və biz sizə minnətdar olarıq. Diqqətiniz üçün təşəkkür eləyirəm.